Salam, mən Cənub Psixologiya və Reabilitasiya Mərkəzinin klinik psixoloqu Pərvin Bağırova. Günümüzdə və seanslar zamanı ən çox rastlaşdığım və müşahidə etdiyim psixoloji problemlərə toxunacaq. Depressiya, OKP, qida qəbulu pozuntusu, imtahan stresi, həyəcan, təşviş, aqressivlik, hiperaktivlik, diqqət əskikliyi, ailə daxili münasibətlər, autizm və sair problemlər. Qeyd edim ki, sadaladığım problemlər məsləhət və motivasiya xarakterli sözlərlə aradan qalxmır. Biz terapiya zamanı şuur altı və şuur öncəsinə enirik. Travmalardan yaranan səbəbləri araşdırıb və onlara uyğun terapiya növü seçirik. Əgər siz də bu problemlərdən narahatlıq keçirirsinizsə, o zaman vaxt itirmədən bizə müraciət edə bilərsiniz. Qeyd edim ki, seanslarımız əyani və onlayn şəkildə keçirilir. Gəlin 2026-cı ilə sağlam psixologiya və gözəl düşüncə ilə daxil olaq.